Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Mən Gülüş. Bugün sizlerle beraber 2 günlük her şey daxil vlog paylaşacağım. Deməli, səhər tezdən durdum. Riyaziyyat hazırlığım var idi. Ona görə riyaziyyatı yazmağa başladım. Birinci qayda izahına baxdım. Bu arada qeyd edim ki, qabağımdakı keçən ilki qayda dəftərimdir. Məncə məntiqlidir oradan baxıb yazmaq. Videodan eşidirəm, oradan da baxıb yazıram. Çünki həm video, həm kompüterə baxanda adam ürəyə bulanır. Bu arada qeyd edim ki, mən bu videonu avqust ayının əvvəli ortalarında falan belə çəkmişəm, amma indi editləməyə vaxtım oldu. Daha sonra ev tapşırığına keçdim. Bilmədiyim və yaxud ikinci yolun olub olmadığına baxmaq üçün arada bir müəllimin videosuna girib baxıram. Bu arada belə videoların daha çox gəlməsini istəyirsinizsə kanalıma abunə olub like atmağı və yorumlarda bildirməyi unutmayın. Daha sonra keçən dərsdən yazdığımız sınaqdakı qeydləri dəftərimə yazıram. Salamlar. Deməli, hazırlığa gedirəm. Gecikirəm yenə təbii ki də. Yəni mən bu evin həmişə Natalyası olmuşam. Ömür boyu gecikmişəm. Yuxarıdan mesajlar hazırlaşdım necə saçım. Maşallah gözdəyməsin. Bəli, hazıram. Bu arada mən ilk dəfə açıq ilə görürsünüz böyük ehtimal. Mən əslində 2024-dən bəri açıq taxıram. Neyse, indi gecikirəm, sonra danışarıq bu haqda. Və son olaraq çantamı da aldım. Kombinimi sizə arxadan göstərim. Bu şəkildə burada dağınıqda fikir verilməyin. Bu şalvarımı geyindim, ən sevdiyim şalvarım. Çıxdım mən. Özüyü taxmaq yaddan çıxıb, saçım biraz şiş olub. Bir dənə də. Saatim də yoxdur. Mən kombinim bu şəkildə. Şalvarın arxası belədir. Burada çox qəşəng, mükəmməl bir kaprodur, baxın. Nəysə, indi Salam. Vay. Ben uşaqlar fikirliyim. Salam. İndi mənim yoxlayır. Burada çox şiş deyə. Çok güzel. Şokolad yağmur oldu mu dersin? Bayağı Sukra tam böyle. Her zaman gelip durdu ya. Bana da bakır sürekli. Demeyeceğiz inşallah. Neyi benim? Demeyeyim benim. Bəli, gedirəm evə artıq. Taksilər dava edir. Dünyanın ən balaca maşını. Yəni, mən bundan üzüləm o dərəcədə. Bəli, uşaqlar, mən gəldim. Onu deyə bilərəm ki, çox istidir, dəhşət istidir, ölürəm. Çox istidir. Deməli, normalda mama gəlib götürürdü. Prosta bugün işi var idi, ona görə özüm gəldim. Naşlikim də yox idi. Bir də qayıtdım, Harry Potter'dan mozaik aldım. Niyə aldığımı düşünənlər varsa, videomu izləyə bilərlər. Buna 5 manat 50 qəpik verdim. Əslində bunun lap yekə ölçüsü 5 manata satılan yer var idi, premiumda. Prosta aşağıya düşməyə heç axıtım olmadı, ona görə bu qədərinə verdim. Həm də dedim ki, tez qutarsın, yəni onsuz da dərslər var. Həm də orxideyalı var idi. Onu almağı düşündüm, amma dedim ki, otağımda onsuz da hər şey orxideyalıdır. Bir dənə də bu, həm də bunun rəngi çox xoşuma gəldi, ona görə maraqlı gəldi. Bərabər bunu eləyəcəyik. Bir də kinoya baxarıq. Nəyə baxdığımı soruşsanız, altı üstü İstanbula baxıram, təzə bölümü çıxıb. Prosta bugün səhər boşluq idi. Biraz baxdım, dünənlərdə axşam baxmışdım. O bitəndən sonra da təbii ki də, yəni mənim bir nömrəli kinom Yarğıya baxacağam. Neçənci dəfə Yarğıya baxdığımı sorsanız mən də bilmirəm. Normalda mən bir kinoya bir də baxmağı çox mənasız hesab edirəm, amma Yarğıya yeganə kinodur ki, ona neçə dəfə baxdığımı bilmirəm. 2 dəfə tam qurtarmışam. Amma saysız hesabsız qədər də geri dönüb, yəni bəzi səhnələrə falan baxmışam. Bölümlərə baxmışam. Nəysə, indi çox uzatmayaq, sizə tez-tez çəkmə qoyacağam və bunu açacağam ya da bir yerdə açaq. Qulağım da, bu arada açıq taxanda qulağım da şəlpədir. Çox istidir, birazdan saçımı düzəldəcəm. Mən orada düşünmürdüm. Daha renkli görsənir, amma yaşılla mavi var, heç olmaz, yaşıl mavi ən sevdiyim renklərdir. Bəli, koftamı dəyişdim. Nəysə, içindən çıxanlar bir dənə şeylər, qaşları. Yəni bu yaşıl çubuq, bu, bir də bu, amma mənim istifadə edəcəyim bu olacaq. Yəni əsas buna görə gözüm bunu da açım. Normalda məndə bunun olub. Yəni maraqlı bir şeydir, prosta ki çox vaxt aparır. Bir tək əslində biraz sıxıcı olur. Ucu çoxlu olanda daha qəşəng olur. Nəysə, indi siz tez-tez çəkim alacağım və mən bunu işləməyə başlayacağım. Bir də şuna baxacağım.
Deməli, bunun haqqında biraz məlumat verim. Açığı çox belə işə yaramadı, əsəbləşirdim. Tam götürmürdü. Muncuqları tək-tək əlimlə düzəldə bilirdim. Yəni almağa dəyməz məncə. Ya da mən səhv edirəm, bilmirəm. Almağa dəyməz. Bəli uşaqlar, hal-hazırda bunları elədim və çox yoruldum. Bugünlük məncə bəsdir. Çox əsəbdir. Salamlar. Yenə mən çox qara düşürəm. Bu bilmirəm nə vaxt düzələcək. Deməli düşdüm aşağıya, yemək yeyib gəldim. Səhərdən heç nə yeməmişdim və saat 8-ə qalıb, bəli. Bura baxmayın, bunu tema videosu çəkmişəm. Baxmayanlar buradan keçib baxa bilərlər. Şunu istifadə edin. Aşağıda yemək yedim, onu niyə çəkmədim? Çünki orada bəşir yatırdı. Bu şəkildə indi isə nəfəsim kəsildi. Biraz bunu işləyəcəm, sonra dərsə qoydum çünki saat 8-ə qalxmış. Bu Temuda kargosunun gəlməyini çox gözlədiyim, səhv tutdum deyəsən. Mükəmməl bir şey. Qurbanımız bu broşka olacaq. Ya bu broşka ya da bunun rozası var. Prosta bir dənə gözlüyüm baxım. Mən bunu indi hara qoyum? Hələ ağzı açıqlar da var. O uzaqda nə qəşəng görsən. Buna hara qoyum ki, bunlar dağılmır. Aşağıya legolarımı yanına qoyacağam. Bu arada xatırladım mənə sizə legolarımı göstərəcəm. Nətər xatırladasınız bilmirəm, amma xatırladım. Mən bu rozasını tapamadım. Ona görə bunu fəda edəcəm. Əslində rəngi falan çox qəşəngdir. İnşallah qəşəng bir şey olar. Necə edəcəyimiz barəsində heç bir fikrim yoxdur. Sadəcə TikTok'unu gördüyümə görə bunları kley sürtürsən buna, üstündən də bu ağ karandaşını insan. Bu ağ karandaşın ucuna necə yapışır, mənim maraqlıdır. Burnum da çox şey. Nəysə açılış eləməyə çox xoşlayıram. Karandaş ucuna batırırlar. Buna tərtib yapışacaq bilmirəm. Sonra bir dənə bundan. Bəli, belə biraz daha açıq rəngi olduq. Deməli 2 dənə bu şeydən çıxır. Bir dənə bu yapışqandan. Və star parçamız budur. Prosta bunun hansı üzədə onu bilmirəm. Ay çox qəşəngdir rəngləri üstündən. Dəhşət. Ay dəhşət qəşəngdir. Mənim qaşlı şeylərə heyranlığımı yəqin ki bilirsiniz. Bir dənəsini sizlərlə bərabər yoxum, sonra yenə tez-tez çəkmə qoyacağam. Çoxdur da yəni. Bu nədir? Deməli içinə bunlardan yeyəcəm, bunun içinə. Qırağı da bunlardan yeyəcəm. İndi bir dənəsini yoxlayacağım. Aa, yapışır ki bu buna. Bir dənə kanalımı söndürək, tez qurumasın. Uzu belə çox iğnə kimidir və rahat şeylər. Və yapışdırdım. İnanılmaz maraqlı və qəşəng bir şeydir. İndi mən bunu tez-tez çəkimdən qoyacağam. Bütün hamısını eləyəcəm. İndi isə oyun oynayacağıq mələklə. Deməli, başa salıb. Sırayla məsələn, bu ipi mən buradan rastgele də, yəni bura qədər uzadıram. Elə eləməlisən ki, üç bucağa əməl ediyorsun. Üç bucaq olanda da ortaya bundan qoyasan. Nə qədər çox bundan qoyan qazanır. Ayda. Üç bucaq alındı. Yox, bir dənə deyirəm, bax. Burada ilk oyunumuz idi deyə səhv oynadığımızın fərqinə vardıq. Ona görə təzədən düzəltdik. Təzədən oynadıq və təbii ki də mən qazandım. Yəni belə mükəmməl, wow dərəcədə maraqlı oyun deyil. Bunun da maraqlı oyunları var, amma istəsəz ala bilərsiniz yəni. İstəsəz linki yorumlarda paylaşarım. Bəli uşaqlar, indi isə düşürük aşağıya və biraz özümə nəsə atışdırmalıq bir şey götürəcəm. Ondan sonra dərsə başlayacağım çünki bu gün artıq çox şey elədik, fırlatdıq. Bəli. Şurada bir şey görsənlə. Dundurun. Dundurun. Gedirik səyidgilə. Mən uşaqlar gedirik səyidgilə. Dərs oxumaqdan qaçmaq üçün etdiyim hər şey. Yəni. Mozi! Oy, sağ ol. Mələk burada deyil. Bizdədir. Get sen bana. Sizin evə kamerayla girirəm. Salam. Sen ne bakıyorum kameradasan? Bu gün çəkmişəm də. Yaxşısan? Ay, okey. Öz evim kimi davranıram, bəli. Bu arada bilməyənlər üçün Səyidgilin evi bizim üçündən nə deyilir ona? Yox, simmetrik. Hə, ikisi. Əmev də? Yox. Turan da söylə də. Qışqıra bilərəm də yəni. Salamə canımlar! Ay. Müziğe bak. Mən də oyun oynamağa gəlmişəm. Nə? Oyun oynamağa Oradan gəlmişəm. çıxıb ki, nədə ki o? Ay, quduma baxın. Mən də oxumağa hazırlaşırdım və gəldim Səyid. Bəli, bu otaq tanış gəlir sizə çünki
Mənim utamda da belədir. Odasına baskın indirik. Nədir? Mələkdən beter olmuşam mən Allah. Təzə şəkildə kirpiklərimə baxın. Çox qəşənglər. Kirpiklərim daha qəşəngdir maşallah. Mənim üçün çatanmaz. Bir dəfə uşaq olmuşdum, amma Kalesikada parkda gəzdirdi. O vaxt orada park var idi, mənim park. Nəysə, balacaydım, 1 yaşım falan olmamışdı. Sonra gəldi, bir dənə arvad mamadan soruşub ki, oyda kirpikləri taxmadı. 1 yaşda uşağa taxma kirpik qoyublar. Bəli, o vaxtdan kirpiklərim məşhur olub. Daha sonra dördümüz də bu oyunu oynadıq. Burada kim qazandı bilmirəm. Səhv eləmirəmsə Dəniz qazanmışdı. Dediyim kimi videonu əvvəl çəkdiyimə görə xatırlamıram. Bəli uşaqlar, artıq gəldim masama əyləşdim çünki oxumaqdan başqa şansımız yoxdur. Tarixdən müəllimimiz sağ olsun heç bir türk dövlətinin xətrinə dəməyib və bütün türk dövlətlərini verib. Avropa Hun, Axun, 1-ci Göyçək, 2-ci Göyçək, Qaraxani, Qəznəvi, Uyğurlar, Xəzərlər. Bu ümumi tarixdən 8 dənə mövzu. Bir də az tarixdən Albaniyanı verib. İndi oturub hamısını oxumalıyam. Əslində fikirləşirəm ki, yarısını indi oxuyum, yarısını səhər durum oxuyum. Oxuya bildiyim qədər indi oxuyacağam, yarısını da səhər oxuyacağam. Əslində türk dövlətləri yaxşı bildiyim mövzu. Mənim ümumiyyətlə tarix fənninə olan sevgimi, ətrafımdakı kimdən soruşsaz, o sizə açıq-aydın şəkildə o fənnə qarşı necə bir sevgi hissimin olduğunu deyəcəklər sizə. Zəhləm gedir tarixdən. Yəni tarix qədər zəhləm gedən ikinci bir fən varmı? Yoxdur. Ola da bilməm. Çox iyrənc bir fəndir. Nəysə çox uzatdım. Bir də bunu göstərim sizə. Bunu ancaq 2 hissəsini eləyə bildim, amma çox qəşəngdir də. Yəni inanılmaz qəşəngdir. Ağ karandaşla eləyəndə biraz bərk batırım. Deyəsən getdi. Belə üstünə ağ şey qalmış, amma yəni mel kimi bir şeydir də. Eləyirsiniz gedir. Hamısını bitirəcəm. Nəysə indi başlayaq, çox uzatmayaq. Sizə İlk növbədə müəlliməmin dərs izah videosuna baxdım və orada dediyi bəzi şeyləri qeyd olaraq çıxartdım. Daha sonra 11-ci sinfi bitirmiş uşaqlardan, dostlarımdan falan qeydlər aldım. Daha sonra özüm oxşarlıq çıxartdım. Ondan sonra mövzunu oxuyub test işləməyə başladım. Bilənlər bilir, mənim əzbərdən zəhləm gedir. Ona görə mən bir mövzunu oturum saatlarca əzbərləmək deyilən bir şey məndə yoxdur. Sadəcə oxuyuram, ondan sonra nə yadımda qaldı. Soruşsaz ki, niyə riyaziyyatı yaxşı bildiyin halda, əzbəri sevmədiyin halda bu qrupu seçmirsən, birinci qrupu seçməmisən. Çünki sevdiyim ixtisas, yəni istədiyim ixtisas bu qrupdadır. Ona görə məcbur şəkildə bunu seçdim və riyaziyyat savadıma haif etdim. Və uşaqlar, saat 2-yə qaldı. Azərbaycan tarixini qurtardım. Yatacağım və səhər tezdən durub tarixə başlayacağım. 8-də falan oyanır. Bugün bu qədər çox yoruldum. Burada da yenə eyni qaydada videoya baxıram, qeydlər yazıram, sonra oxşarlıqlar çıxardıram. Yenə də deyirəm, qələmlə yazdım. Hamısı oxşarlıqlardır. Bəli, uşaqlar, saat 12-yə qalıb və oxudum. Öyrənmədim, amma oxudum. Deməli, burada da şey var, ada baxında, yəni təzgah sorular, birini çüyən neysə, bu da stil, bu qalanlığı bu boyda, neysə. İndi sizə ələdiklərimi göstərim. Deməli, buradan başlayaraq ruçka ilə yazdıqlarım hamısı oxşarlıqlardır. Yəni, oxşarlıqların sayını göstərmək istiyorum sizə. Sonra deməyin ki, tarix aslında xeyr. Bunun kimi deyilsə ona gəlsin, döyəcəm. Neysə. Hamısı baxın, oxşarlıqlardır. Doludur da, yəni. Bunları mən nətər öyrənəcəm, bilmirəm. Azdan çoxdan bilirəm. Heç nə bura qədər. Ən çox mövzu, elə hər mövzuda dəhşət oldum. Sizəcəm, bunların hamısı oxşarlıqlardır. Burada bir dənə səhifə var. Bura dəhşətdir də. Buralara bax. Burada da var, yəni çoxsu, məsəl üçün, bunları çox keçirmərik ki, aslında çoxdur da, yəni bütün şeylər, amma yəni burada da yetəri qədər var da. Bu şəkildə yoruldum da oxumayacağım, bildiyim bu qədərdir. Bəlkə Azərbaycan tarixini biraz təkrarladım, amma uşaqlar təxmin edən kim yenə gecikir. Məcbur buradan davam edəcəyik. Bu niyə mavidir? Nəysə. Qaçarıq bir gün. Və uşaqlar, mən hazır oldum.
kombinimi göstərdim. İndi sizə çöldə məni gözləyiblər. Yenə həmişə kimi gecikdim. Kombinim bu şəkildə oldu. Əslində tamama yenə də məcburam çünki gecikirəm. Təbii ki də yenə də gecikməyim. Yenə qəribə düşürəm. Deməli tez tələsik çıxartdılar məni. Mən rahat hazırlaşamadım. Şahməran falan taxdıydım. 2 dənə bu üzüyü, 2 dənə də ya bir dənə də bu üzüyü taxdım. Bezdim. Çox pis bezdim. Mama indidən deyim ki, o birisi qrupların hamısının adı qrupa gedib. Yəni mən də getsəm mən normal. Tarixdən zəhləm yedi. Burada tarixdən çıxdıq. Onsuz da girən kimi mənim telefonları alırdı. Heç bir şey çəkəmədim və sonra mağazinə getdik. Bir daha. Bunları böyle yapalım. Anlaşıldı. Fabrikası. Bana yardım et. Böyle oldu. Neden? Məndə də var, bilmirəm. Mən apristan almışdım onu. Bak üstüne. Hələ də qalır Allah. Həzəstanlıqdakı balaca mala gəldim. Bəli uşaqlar, mən evə gəldim. Mələyin otağındayam. Bura tanış gələ bilərsiniz də. Nəysə, öz otağım çox dağınıq idi, yığışdırmaq vaxtım olmadı. Deməli, hazırlıqdan çıxdığı tarixdə çox bir şey çəkmədim. Çünki onsuz da girən kimi telefonları qoyuruq ora və çox mükəmməl bir xəbərim var. Mən onsuz da həmişə gecikirəm, amma müəllim uşaqlara deyibmiş. Nəysə, girdim və müəllim mənə dedi ki, Gülüşdən xəbərim var. 6-cı gün dərs yoxdur. Yox, dedi ki, bilirəm ki, çox pis olasan, 6-cı gün dərs yoxdur. Müəllimim də mənim tarixə qarşı olan mükəmməl sevgimi bilir. Dedim ki, müəllim, çox pis oldum da, yəni belə bir şey necə deyə bilərsiniz mənə? Zarafatsız, yəni tarix yoxdur. Yəni tarix yox deyə 100 dənə tapşırıq verməsə yaxşıdır. Deməli, hazırlıqdan çıxandan sonra İstanbuldaydıq, mağazinlərə falan baxırdıq və mini bir alış-veriş elədik. İlk olaraq makiyaj təmizləmə şeyə yoxlayıb qutarmışdı. Mama özünə belə bir keratin şampunu aldı. Mama saçı keratindir. Görəsən, keratinin saçı olmayanlar keratin saçını yuyanda şey olur. Saç demişkən, mən özümə tinsel taxacaqdım dünənləri və tamamilə yadımdan çıxmana görə mamama taxdıracağım. Tinsel çox qəşəngdir. Bilmirəm indi video çəkərəm ya yox. Bir Golden Rose-dan 04 nömrəsi. Biraz şey düşüb. Ümumiyyətlə kamerada gözlüyüm bunu hara qoya bilər? Elə ən qəşəng öz otağımda. Ən qəşəng öz otağımda, yəni öz otağımın yerini heç nə verəməz. Öz otağım çox xoşdur. Yenə Nivea yanına şeyini aldım bundan. Albalı idi də çiyələkli idi. Hansısa var, açıq rəngi də, tünd rəngi yox idi. Mistace'lə çox qəşəng olur. Mistace'in 720 nömrəsi ilə bu məncə mükəmməl olur. Yoxlamamışım amma ağlımda onunla qurmaq var, məncə qəşəng. Çox göstərməyə bir şey yoxdur. Belədir də. Bir damcı vurdum, amma rəng gəldi. Məndən sözümü soruşmuşdu o videoda. Həm istifadə elədiyim budur. Bu da eyni deyəsən. Bu laşdır, bu Seals'dır. Nə fərqi var bilmirəm. Mənimki budur, bunu da mama özünə aldı, amma mən də istifadə edəcəm. Bu şəkildə də mənimki nə fırçası belədir. İndi isə uşaqlar, yeməyimi yedim bayaqlar. Yeni aşağıda. Mən aşağıda heç video çəkmirəm. Mən ancaq otağımdayam. Aşağıya düşəndə çəkərəm. Tema videosunu artıq editləmək istəyirəm. Muncuqlarla olan şeyi davam eləmək istəyirəm. Amma onu eləmək istəmirəm. Başqa bir şey eləmək istəyirəm. Çox qəşəng fikirlər var idi. Bəli uşaq, videonu sonra da editləmək qərarını aldım. TikTokda çox gördüyüm duxları qarşılayacaq. Prosta ki, 3 dənə duxu arasında qalmışam. Deməli, birincisi budur. Mənim ən çox istifadə elədiyim duxudur. Yəni, bu duxu bərabərdir mən. Onsuz da az qalıb görürsünüz. Bu, inanılmaz qəşəng duxudur. Və bu duxun çox böyük bir anısı var. Bilirəm ki, ya bu hissəsinin qıraqlarını eləyəm, ya da ki, qapağında Christian Dior işarəsini eləyəm. Prosta məndəki qaşlar o qədər balaca olmadığına görə bunun bu hissələrini qaşlamaq istəyirəm. Prosta bilmirəm necə görsənər şəffaf rənglə. Var Gucci Florianın bənövşə rəngi. Bunun rozvisi də var. Rozvisi daha böyük, amma bu yayda daha çox istifadə edirəm. İyisi belə şirindir, qəşəng iyisi var. Bunu da qapağını eləməyi düşünürəm. Məncə qapağı çox qəşəng olar. Həm də qapağını eləmək daha məntiqli gəlir. Çünki bu qutaranda başqasına alanda qapaqları dəyişə bilərsən, amma bu qapı dəyişməz olaraq qalır. Üçüncü bir şey olaraq Victoria's Secret'in qapağını. Bu ən çox eləyənlər arasında, yəni hamı daha çox bu qapaqları eləyir. İndi üçünün arasında seçim eləyəcəm. Hansını eləyə bilər? Bunun bu hissələrini də eləyə bilər, amma qapaq daha məntiqli. Dediyim kimi, təzəsini alanda qapağı dəyişdirsən, elə eyni şey olacaq. Birinci bundan başlayaq. Yəni bunu eləməyi çox istəyirəm, çünki dediyim kimi ən çox istifadə elədiyimdir. Amma bunu da qabını eləyəcək. Bayaqları videolara baxmışam, siz tam olaraq necə elədiyimi görmürsünüz. Ona görə bu dəfə yaxından çəkəcəm, yəni onu necə elədiyimi görəcəksiniz. Kaş yanımda olsaydınız deyərdiniz hansını eləyim, 1, 2, 3. Amma yorumlara yazın, siz olsaydınız hansını eləyərdiniz, 1, 2, yoxsa 3. Bir də uşaqlar, baxılacaq kino qalmayıb, yargıya baxıram. Əslində təzə kinolara baxıram, mən kino önərim. Deməli uşaqlar, baxın, qaşlarımız bunlardır. Victoria's Secret'in bu qapağına bunları düşündüm. Yəni bunu etmək inanılmaz qəşəngdir və məncə bu buna gedər.
uyur rənglə. Bu da olar. Baxın bu rəng. Bunun qapağına qəşəng görsənər. Ya bu, ya da bu. Neçə dəfə də açki məsələsini danışmaq istəyirəm, yarımçıq qalır. Deməli, mən əslində 2024-dən bəri açki taxıram. Sadəcə çox kompleksim olduğuna görə ancaq evdə taxırdım. Hətta o qədər çox kompleksim var idi ki, evə qonaq gələndə o saat çıxardırdım. Mən açki ilə görən deyirdi ki, o sən açki taxırsan. Normalda uzağı görmürdüm və günlük həyatımda taxmalı idim. Sadəcə riyaziyyat hazırlığında məcburi şəkildə taxırdım, çünki artıq həqiqətən görmürdüm. Amma sonradan artıq öyrəşməyə başladım. Ona görə artıq videolarda açki taxmaq qərarına gəldim. Bəli uşaqlar, bunu elədim. Məncə ən doğru qərarlardan biri oldu. Çox sadə, zərif və şık oldu. Gördüyünüz kimi çox qəşəngdir. Videoda qaşlar daha çox ön plana çıxır, amma realda o qədər də çox ön plana çıxmır. Sadə və qəşəng oldu. Hətta belə bir məsələ danışmaq istəyirəm. Deməli, mən normalda gəzdiyim zaman qabaqdakı insanın sifətinə baxsam belə, mən əslində o insanın sifətini görmürəm də. Bir dəfə riyaziyyat müəllimimlə qarşılaşmışıq. Sonra bir gün mənə gəlib dedi ki, sən niyə məni görüb salam verməmsən? Mən heç xatırlamıram elə bir şey olduğunu, heç yadımda da deyil idi. Sonra dedim ki, müəllim, vallahi mən insanların sifətinə baxsam da əslində heç nə görmürəm də. Əslində çox taxandan sonra biraz gözüm öyrəşməyə başladı. Ətrafımdakı hamı mənə deyirdi ki, sən açıqca çox yaraşır da. Prosta mən təhsilimə tutmuşdum və deyirdim ki, yox da yaraşmır. Ona görə dəhşət çox kompleks edirdim. Amma artıq həqiqətən heç bir şey görmədiyimə görə çölə də taxıram açıqını. Baxın, mən bunu elədim. Ən sevdiyim parfüm, lap sevdiyim parfüm oldu. Cümlə məntiqsiz, amma nəysə. Deməli, video dedim ki, bu qara çəkir. Boşluqlar falan görsən, amma realda elə görsənmi? Asan iş kimi görsənə bilər. Düz deyil, asanda prosta dəhşət çox vaxt alan bir şeydir. Ölçülər tam uyğun gəlmədiyinə görə, baxın, bunun biraz altından çıxdı. Şey oldu. İndi isə boğazım quruyur, ona görə düşəcəm aşağıya. Qazdı, buz kimi su içəcəm. İnanırmayım, yalvarırsan. Əslində qazda su yox, buz kimi su istəyirəm. Görsən. Bizdə də evdə mama bilir ki, mən gözləyin. Mama bilir ki, mən buz kimi suların hamısını içdiyimə görə. Şimdi bunu da qaldırmışıq, buraxıt yoxdur söndürməyə. Təmizlik olmuşdu. Belə bir çaşqa var. Çox çaşqalar aşağıda da əsirlər. Bunun içine buz dolduraq. Yanırdı. Kapana. Oy, qaranlıq oldu. Yenə Mələk otağa girib və televizoru açıq qoyub gedib. Sağ. Mama yenə sevimli bacılarıyla danışır. Ben uşaqlarım bu setqədə ya. Bu nədir? Dəsmaldır. İşte əslində ac deyiləm, biz atışdıracağım. Kakras video çəkmişkən legolarımı da göstərmək istəyirəm. Bunları düzəldəcəm. Buralara siləndə dağıdılmışdı. Sonra yığışdırma açıq axıtım olmamışdı. Hem də həm sizə göstərəcəm, həm də ki, baxın burada da var. Düzəcəyik. Mən bir ara dəhşət çox lego qururdum, yəni bildiyiniz xəstəsiydim, amma artıq o qədər də çox qurmuram. Deməli, sonda bütün legolarımı göstərəcəm və videonu burada da bitirəcəm. Ümid edirəm ki, bəyənərsiniz. Belə videoların daha çox gəlməsini istəyirsinizsə, kanalıma abunə olub, like atıb, yorumlarda yazmağı unutmayın. Bu arada video ilə bağlı istənilən fikirlərinizi yorumlarda yazarsınız, baxaram. Bir də bütün hazırlıqlarım başlasın, ümumi hazırlıq vlogu çəkmək istəyirəm. Buna görə də qaçırmamaq üçün abunə olmağı unutmayın. Hansı tip videoların gəlməsini istəyirsinizsə, şərhlər qismində də yaza bilərsiniz. Hamısını oxuyacağım. Sizə bir göstərməyə çalışacağım. Bir baş olmalıydı. Prosta bunun başı çıxmadı. Bilmirəm hara yoxa çıxacaq. Bir sıçan. 2 dənə çox şirin, çox qəşəngdilər. Şəkillərdən yağdəlli SpongeBob var. SpongeBobları qoymuşam. Arxada bu ikisi var. Bir dənə bu var. Bu ayaq üstə durma əsəbləşirəm. Ən çətin qurduğum buydu. 2 saata falan, bəlkə də onunla da çox müddət qurmuşam. Bunlar var. Arxada 3 dənə qız var. Qızın birinin başı yoxdur. Stitchlərim var burada və bu da aralarına qatıldı. Gözləyin, bunu da qoyum. Bəli, stitchlərim var burada çoxlu. Neçə dənədir? Var. Burada çox balaca şirin qız var. Bunun çox xoşuma gəlir. Və burada da legolarım var. Aralarında qurmadıqlarım da var, amma qurduqlarım da var. Məsəl üçün burada da legolar. Hamısı legodur bunların. Burada da legolarım var. Və bu şəkildə burada da bir orxideyalı legom var. Çox qəşəngdir. Ben uşaqlar, indi sizə daşladığım əşyaları göstərəcəm və videonu burada tutaracağım. Deməli, ilk olaraq fabrikasiyonu bu şəkildə elədim. Növbəti günlərdə bunlardan əməliyyat olan hazır rəngləri belə tapdım, tam uyğun olan. Amma eləlik bunu elədim. Bunu bitirdim və inanılmaz qəşəng görsənir.
Çox qəşəngdir. Biraz arxasından eləmədim açıqda, biraz sıxıldım. Biraz qəşəngdir. Sumkadan falan asmağa tam idealdır. Bu şəkildə saatımın bu hissələrini elədim. Əslində buralarda eləyəcəkdim. Sonra dedim ki, nə vaxtsa peşman olaram bir də. Ona görə hələ də üst hissəni çizdim. Və bir də bayaqlar göstərdiyim bu. Və qərar aldım ki, uşaqlar bunun bu hissələrini də daxiləyəcəm. Amma indi yox da sabahlar. Hələlik.